həm uzaq səfərimiz olacaq, həm də şəhər içi testlərimiz olacaq. C-Line 6 modelidir. 92 vuracam bu arada. 5 ildir mən benzin vurmuram. Ümumilikdə 1127 kilometr. Gölün yanındakı bütün bu obyektlərin hamısını bağlayıblar. İnsanlar plug-in hibrid avtomobil alırlar, amma bütün stansiyalarda dayana gedirlər. Bu sərfiyyatımıza soyuducu istifadə olunur, kondisioner istifadə olunur. Adətən deyirlər ki, hibrid maşınlar şasta elə də çox qənaətcil deyil. Yatıb əməlli başda durmaq bilmir. Mühərrik hər dəfə işə düşəndə məni narahat eləyir. Çünki benzin gedir. Mən məsəl üçün Tesla ilə müqayisə elədiyimdə salam, maşın özü gedir. Yəni siz maşında olsaz da, olmasaz da səliqəli şəkildə maşını saxlayır. Çin dilində də danışmır. Burada kiməsə həvalə eləməyə artıq ehtiyac qalmır. Deməli, bu Yuanap modelidir. Yeni videomuzdan hər kəsi salamlayıram dostlar. Mən İlkin Mustafayev. Bugün sizlərlə birlikdə maraqlı bir günlük vlogumuz olacaq. Günlük vlog deyirəm, əslində 4-5 günlük bir hadisələri əhatə eləyəcək. Ötən günlük vlogumuzda Tesla Day eləmişdik Şamillə birlikdə. Amma bu dəfə Tesla'nın əzəli rəqibi ilə birlikdəyik. Yəni bu vlogumuz sırf olaraq ona həsr olunur. Çünki həmişə elektromobillə bağlı paylaşımlar eləmişəm. Test yürüyüşləri, uzaq səfərlər, İsveçrə səyahətimiz oldu Tesla ilə. Amma fikirləşmişəm ki, bu vaxta qədər bizdə daha çox plug-in hibrid avtomobillər sevilir. Ona görə də bu vlogumuzda sizlərlə birlikdə bir plug-in hibrid avtomobilini 4-5 günlük real testlərini eləyəcəm. Enerji doldurma prosesləri necədir? Benzin istifadəsi necədir? Mən rahat 5 ildir ki, YDM girmirəm. Yəni ümumiyyətlə zapravkalardan xəbərim belə yoxdur. Açıq deyim ki, benzinin artıq qiymətini belə unutmuşam. Fikirləşdim ki, sizlərə plug-in hibrid təcrübəsi də yaşadım. Həm uzaq səfərimiz olacaq, həm də şəhər içi testlərimiz olacaq və o deyirləri 1300, 1500, 1600 kilometr və s. Bizim bu avtomobilimizin də maraqlı bir range'i var. Onu da real olaraq test eləyəcəyik sizlərlə. Hazırsınız? Yəni sizə avtomobili göstərim. Avtomobilimiz bayaq da dediyim kimi Tesla'nın əzəli rəqibi, yəni BYD C-Line 6 modelidir. Bu maşının icmalını yox, amma reklam çarxlarını təbii ki Instagramdan izləyənlər hər kəs mənim səhifəmdən görə bilər. Çox bəyəndiyim bir modellərdən biridir. Denza'nı xatırladır. Artıq biz yəni qlobal markaların adı ilə yanaşı Çin markalarının adını da çəkirik. Denza da bilirsiniz ki, BYD-nin premium bir markasıdır. Arxa hissəsini göstərim. Bu maşın DMI platformadır, plug-in hibriddir, amma elektrik versiyası da var. Arxa hissəsi də bu formada. Burada biz xrom BYD yazısını görsək də bu əslində LED bir yazıdır. Salonu da göstərim sizə. Ümumi bir üstündən keçəcəm. Daha sonra videolarda artıq detallı olaraq avtomobili görəcəksiniz. Burada bir nabuk işləməni görə bilirik. Yumşaqdır, süni dəridir. Eyni ilə davam eləyir və burada da oturacaqları biz görürük. Isitməli, soyutmalı oturacaqlardır. Maşınlarda bu funksiyanı çox sevirəm də olanda. Soyuducu görürsüz, həm də qızdıra bilir. Ekranımız öz yerində, sürücü alətlər paneli öz yerində. Arxa hissədə bu formada mənim veşlərim burada yığılıb qalıb. Biz bugün uzaq səfərə çıxırıq, ona görə biraz veşlərimiz var. Səs sistemini göstərim, Dyne Audio və bagaj həcmini də göstərmək istəyirəm sizə. Yəni Instagramda videolarımı izləyənlər artıq bu maşının bir kiçik icmal videosunda görmüş ola bilərlər. Bu isə avtomobilin üzərində təqdim edilən wallbox-dur, BYD. Bu maşını bizə BYD Abşeron təqdim eləyib. BYD Abşerona təşəkkür eləyirəm, çünki mən plug-in hibridlə bağlı bir təcrübə yaşamaq istədim. Onlar da sağ olsunlar bu təklifimi qəbul elədilər və bu avtomobili mənə 4-5 günlük təqdim elədilər. Normalda yəni bilirsiniz ki, test drive maşınları bir neçə saatlıq verilir və yaxud da gedib hardansa dönüb qayıtmaq şərti ilə bu formada verilir. Mənə maraqlı idi ümumiyyətlə ki, biz niyə plug-in hibrid avtomobilləri çox sevirik? Məsəl üçün hamı deyir ki, hə uzaq məsafəyə getmək istəyirəm. Ona görə mən plug-in hibrid avtomobili seçirəm ki, zaryadkam qutardı, benzinlə davam eləyim də. Amma rayon yollarında mən bunu dəfələrlə də səsləndirmişəm ki, rayon yollarında harda baxırıqsa maşını zaryadkaya qoya-qoya gedir. 100 km, 150 km nə qədər gedirsə maşın, ondan sonra yenidən zaryadkaya qoyur, benzindən istifadə eləmir. Yəni plug-in hibrid maşınlar sürən varsa, əmin olun ki, rahat şəkildə benzinlə yolunuza davam eləyəcəksiniz. Real olaraq da biz bu avtomobildə həmin təcrübəni göstərəcəyik. Deməli, maşının ümumilikdə səhv eləmirəmsə 60 litrlik bir yanacaq çəni var. 1.5 mühərrikdir. 26.6 kilovatlıq bir batareyası var. Biz avtomobili götürəndə avtomobilin enerjisi 90% idi. Hazırda isə 52%dir və biz yanacaqla 500 km burada göstərir ki, məsafə gedə bilərik. Zavod göstəricisi deyir ki, CLTC nəticəsinə əsasən bu avtomobil 1640 km məsafə gedir. Yəni bu ən ekonom vəziyyətdə dayanmadan sürülən bir avtomobilə şamil edilir. Təbii ki, biz də yoxlayaq görək necə olur. 1640 km gedirik yoxsa nə qədər gedəcəyik. Bu gün isə biz Lənkərana gedirik, bir uzaq yol test eləyəcəyik. Bu gün gedib elə bu gün də qayıdacağıq. Ondan sonraki 2-3 gün müddətində isə sizlərə şəhər içi yürüyüşlərini göstərəcəm. İndi isə yığışaq, yola çıxarıq.
Gəldik hardasa bir 50 kilometrə yaxın Ələt tərəfdəyik Aspetrolda. Deməli 92% ilə götürmüşük maşını, hazırda 21%dir. Onlara 120 kilometr yol gəlmişik. Çünki maşının yürüyüşü, probegi mən götürəndə 85 kilometr idi. İndi isə 200 kilometr. Artıq enerjimiz bitir, 20%-ə yaxın enerjimiz qalıb. Yola təbii ki, yanacağı var da, benzinlə davam eləyəcəyik. Tam dolu çən, tam dolu enerji ilə baxa görək neçə kilometr gedəcəksə onu ölçəcəyik təbii ki. 92 vuracam bu arada. 5 ildir mən benzin vurmuram. 92 polnu. Hə, kartla. Bunun üçün böyük problemdir o kartla olmaq. Aspetrolun kartla ödəniş məsələsi düzəlmir də. 5 il bundan qabaq benzin vuranda da belə idi. İndi də belədir. Bu niyə düzəlmir ki? Və 1500 kilometr artıq tam çəndir. Yəni dediyi kimi olacaqsa əla bir nəticədir. İndi yoxlayacağıq. Enerji istifadəsi əslində dediyi kimi göstərdi. Hələ də elektrik hissəsində də hibridə hələ keçməyib. Görək neçə faiz enerjimiz qalandan sonra hibridə keçəcəksə, onu da deyəcəm mən sizə. Deməli, Aspetroldan sonra təxmini 160 kilometrdən biraz çox məsafə gəlmişik. Enerji elə Aspetrolda da bitdi. Sonuncu məqamı imiş. Daimi olaraq batareya 20-21%-də qalır. Bu əslində yaxşı göstəricidir, çünki hibrid rejimə artıq keçdiyi üçün maşın o batareyanı qoruyur oradakı 20%. Təbii ki, bilirlikdə ki, batareyalar 80-20% aralığında istifadə olunmalıdır. 90-dan 20-yə hardasa 120-130 kilometr getdiksə, NMC batareya olsa, düşünürəm ki, daha uzun məsafə gedər. Biz. Mən belə göstərmək istəyirəm sizə. Baxın 21%-də artıq dayanıb. Hibrid rejimdə də yuxarıda HEV sözünü görürük biz. Və 1345 kilometr bizim benzinlə məsafəmiz qalıb. Sərfiyyatı da buradan görə bilirsiniz. Tras sürürük təxmini 100-110 aralığı 5.6 litrdir. Bəzən isə enerji bizə köməklik olduğuna görə sol tərəfdə də mənfi 0.3, 0.5 və yaxud da 1 kilovat belə olduğu olur. Yəni ümumi yekunda 5.5 litrdir, çünki batareyalar da köməklik eləyir. Bu da bizim yürüyüşümüz. Maşın təzə maşındır. Ona görə 370 kilometrdir. Mən götürəndə artıq 80-85 kilometr yürüyüş var idi. Bu da bizə burada head-up display də köməklik eləyir. Sürət limitini göstərir. Sağ tərəfdə avtomobilin hərəkətini, maşın gələndə ikonun qıraqbucağında qırmızı rənglər çıxır. Bir də belə bir funksionallıq var. Bunu bəyəndim. Tesla'da da olur deyə vərdişəm bu funksionallığı. Məsəl üçün dönmə işığını yandırmırıq biz. Sol zolağa keçdik. Zolağı görüb özü dönmə işığını söndürür. Yəni əlavə bir də dönmə işığını söndürməyimizə ehtiyac qalmır. Yəni bu funksionallıq Tesla'da da var. Ona görə bunu çox sevirəm. Yəni belə deyə də soft məsələsidir. Bunu yəni hər kəs eləyə bilər. Məncə yəni bütün maşınlarda olmalı funksiyadır bu. Gəlib çatmışıq, Lənkərandayıq. Birinci düşməmişdən qabaq mən belə göstərim sizə. 18% və 1321 kilometr. Ümumilikdə 1327 kilometr range göstərir. Maşının probegi 398 kilometr. Biz Xambulan tərəfdəyik. Çox bomba bir hava var. Əsl yaz havası. Birinci maşını göstərim sizə. Maşın belə. Qəşəng rahat gəldi. Maşının ümumi askısı çox yumşaqdır. Ona görə yol boyu narahatlıq olmur. Həm belə qruntovka yollarda, həm də asfaltda rahat getmək olur və eləmirəmsə 16.2 sm olmalıdır yerdən hündürlüyü, yəni clearance. Belə desəm qrunt yollarda filan da rahat getmək olur. Əslində Xambulan gölü qarşı tərəfdədir. Sadəcə gölün yanındakı bütün bu obyektlərin hamısını bağlayıblar. Ona görə biz də gəldik bura. Lənkəran təbiəti də yəni öz sözünü deyir də. Çox qəşəng, səliqəli. İndi fikir verirəm. Çayın içinə də belə oturacaqlar qoyublarmış. İndi düzdür, yağış yağır, çiskindir. Orada oturulası vəziyyət deyil. Buradan isə Bakıya doğru yola çıxacağıq. Enerji dolumu eləməyəcəyik. Yəni plug-in hibrid avtomobildir. Benzinimiz var. Bizə əlavə enerji dolumu eləməyə nə ehtiyac var? Hamıya da məsləhət görürəm ki, plug-in maşın sürürsünüzsə, deməli siz uzaq məsafəni rahat getmək istəyirsiniz. Əlavə zaryadkalara yəni vaxt itirmək istəmirsiniz də. Ona görə mən fikir verirəm, axır vaxtlar ötən videoların birində də bunu demişdim. İnsanlar plug-in hibrid avtomobil alırlar, amma bütün
stansiyalarda dayana-dayana gedirlər. Maşını zaryatka eləyə-eləyə gedirlər. Yəni nə ehtiyac var? Elə bu kimi məsələləri də nəzərə alaraq bir fikirləşdim ki, bir plug-in hibrid test eləyim görək. Niyə belə bir şey eləyək? Hələ bizim maşınımız hardasa rahat bir 150 kilometr tam enerji ilə gedər. 150 kilometrdən bir maşını niyə saxlayıb enerji dolumu eləyəsən ki? Benzin var, yoluna davam elə. Benzin bitəndə artıq hər ikisini də eləyərsən. Belə, bu günlük burada işimizi yekunlaşdırıb Bakıya doğru yola çıxacağıq. Bakıya çatanda da sərfiyyatımızı sizə göstərəcəm görək. Benzin sərfiyyatımız nə qədər olursa. Deməli, Lənkərandan çıxdıq, gedirik Bakıya doğru artıq. Benzin, plug-in hibrid sürənlərin, elektromobil sürməyənlərin sevdiyi bir söz, zaryatka eləmək dərdi yoxdur. Yəni bu da eyni temadır. Əlavə zaryatkaya, enerji dolumuna vaxt sərf eləmədən eyni anda da geri qayıda bilirsiniz. Təbii ki, insanlar var da, bu REV maşınlar, generator mühərrik elə desək maşınlar sürənlər yenə də enerji dolumuna hardasa gözləməyi sevirlər. Amma ehtiyac yoxdur. Benzinimiz var, rahat şəkildə geri qayıdırıq. Bayaq deməyi unutdum. Maşında soyuducu var. Bu sərfiyyatımıza soyuducu istifadə olunur, kondisioner istifadə olunur, ümumi sürüş, yəni hər şeydə istifadə olunur enerji. Düzdür, bu vlog ərzində daha maşını heç vaxt enerjiyə qoymayacağam. Artıq 18%-dir. O istifadədən asılıdır da 107 kilometrdən Bakıya qədər məsafəmiz var. Xaclardan da göründüyü kimi biz artıq Bakıdayıq. Gəldik, çatdıq. Hazırda maşının yürüyüşü 663 kilometrdir. Adətən deyirlər ki, hibrid maşınlar rasta elə də çox qənaətcil deyil. Baxın, benzin sərfiyyatımız 4.3 litr və 5 kilovatlıq da bir enerji sərfiyyatımız olub. Bunu belə çevirsək, burada biz görə bilirik ki, ümumi yola nə qədəri bizim benzin sərfiyyatımız oldu ümumi yola. 26.5 litr biz benzin xərcləmişik bu yola. Və yürüyüşümüz də təbii ki, buradan görünür də 663 kilometrdir. 940 kilometrlik bir rencimiz qalıb. Bu benzinə. Mühərrikdən danışsam, mühərrikin səsini mən hələ indi eşitdim. Məsəl üçün hibrid rejimdə gedib gəlmişəm də, düzdür. Bəzən mühərrik işə düşürdü, amma işə düşməyini qətiyyən hiss eləmirdim. İndi şəhərçidir deyə hiss elədim ki, aha, mühərrik işə düşdü. Yəni bu kimi bir izolyasiya məsələsi də var. Bundan sonra isə əsasən şəhərçi testlər olacaq və test etdikcə əsasən bu avtomobildəki siz funksionallıq və yaxud da benzin sərfiyyatları və s. bu kimi məsələləri görəcəksiniz. Bizim maşınımız da burada gözləyir növbəsini. Hansız da səni çox sürürəm də. Biraz BYD sürək. Bunun elektrik versiyası da var ha, biləsiniz. Bəlkə kimsə tam elektrik istəyir. Maşınımızda bəzi şeylər var. Bunları götürməliyik. Bunları götürək. Yatıb əməlli başda durmaq bilmir. 68% qoymuşduq maşını ilə 38% qalıb. 2 days later. Deməli, rahat 3 gündür ki, bu avtomobili sürürəm. Maraqlı nüansları çoxdur. Təbii ki, mən 5 ildir ki, elektromobil sürürəm. Bir elektromobil sevgisi olan insan kimi mühərrik hər dəfə işə düşəndə məni narahat eləyir. Çünki benzin gedir. Belə düşünək də, siz əgər şəhərçi bu avtomobili istifadə eləyəcəksinizsə, ancaq elektromobil kimi sürəcəksiniz. 100%-dən 20%-ə qədər rahat 140-150 km gedəcək. Mən elə 92%-dən 20%-ə qədər 120-125 km sürdümsə, sürüş tərzi çox böyük önəm daşıyır. Amma rahat 140-150 km siz sürə bilərsiniz bunu. Zavod 1640 km-dir. Amma yəni real danışaq da, reallığa qalsa bu avtomobil 1450-1500-ü rahat gedər. Yəni bu ən minimumudur ya, hətta deyərdim sizə. Ev şəraitində misal üçün enerji doldurmağa yeriniz varsa, yəni aylıq 30-35 manat sizin enerjiyə pulunuz çıxar. 2 gündən bir, 3 gündən bir siz bu maşını zaryatka eləyəcəksiniz evdə. Bu öz yerində. 80 manat da siz yanacağa pul versəz, 80-85 manat, yəni siz 110-120 manatla bu avtomobili 1 ay sürəcəksiniz. Mən misal üçün əvvəllər çoxdan məni izləyənlər bilir, məndə Kia Cerato var idi. Benzinə filan aylıq gəlirdi 300-350 manat xərcim çıxırdı. Amma bir plug-in hibrid avtomobildə bu daha rahat olar. Yəni 100 kilometrə 4.4 litrdir ümumi sərfiyyat. Mən misal üçün Tesla ilə müqayisə elədiyimdə askı sisteminin yumşaqlığını hiss eləyirəm burada. Teslanın indi askı sistemindən əslində müqayisə eləmək istəmirəm heç birini. Amma Teslanın askı
diaqnostika sistemini sürənlər artıq bilir də. Mən Tesla-nın yanına gedirəm. Bir-iki əşyam var, onları götürəcəm. Ümumi funksionallıqlardan filan göstərəcəm. Məsəl üçün lüku görə bilərsiniz siz indi ki, hə, günəşli havadır, istidir, sizə mane ola bilər. Buradan lüku bağlayırıq. Yəni bu çox sadə bir funksionallıqdır. Tesla bunu 2013-dən bəri heç bir avtomobilinə qoymur. Yəni bunu yerləşdirmək nə böyük şeydir axı. Pərdədir də, mexanizmdir də, elə də bunu da. Düzdür, istini vurmur antibilik şüşə olduğuna görə. Amma arxada oturanı günəşin işığı narahat edir. Maraqlı bir nüansı deyim. Hardasa 14 kilometrdə sürürəm maşını, şəhərci sürürəm və bu 14 kilometr ərzində bir dəfə mühərrik işə düşdü və batareyalar doldu, 21%-ə çatdı. Ondan sonra ancaq batareya ilə istifadə elədim. Belə deyək də, bu maşın onsuz da ekonom sürmək üçündür. Aqressiv sürüş üçün nəzərdə tutulmuyor. Bir ailə segmenti, ailə avtomobilidir. Təbii ki, kim istəsə aqressiv sürüş də sürə bilər, amma təşəkkür edirəm. Bir dənə avarenini də vuraq buradan. Amma o zövqü almasa, bunun günahkarı artıq avtomobil deyil, həmin şəxsin özü olacaq. Çünki o artıq bunu nəzərə almalıdır ki, mənim aldığım bu avtomobil aqressiv sürüş üçün nəzərdə tutulmuyor və mən də bunu aqressiv sürürəm. Bir məsələni unutmuşdum axı deməyə. Bu avtomobil öz-özündə park eləyə bilir. İndi bəzi şəxslər olur da, maşını park eləyə bilmir. Ona görə bu avtomobil əsl onların malıdır ya. Baxın, gəldiyinizdə parkinq ərazisinə, burada daxil oluruq vale parkingə və yeri müəyyən eləyirik. Bu yeri müəyyən elədik. Çin dilində də danışmır ha. Birbaşa zavoddan ingilis dilində danışır. Təlimatlara əməl eləyib maşını tərk eləyirik. Qapını örtdük. Bağladıq. Salam, maşın özü gedir. Elə bilərsiniz, salonda kimsə var. Yəni heç kim yoxdur. Aha, mən maşına yaxınlaşdım deyə dayandı. Görürsünüz, davam elədi. Yəni siz maşında olsaz da, olmasaz da səliqəli şəkildə maşını saxlayır. Bu da arxa hissəsi. Qəşəng səliqəli saxladı maşını. Yəni daha bundan artıq nə istəyirsən? Yəni bunu da əlavə yazılım filan deyil ha. Birbaşa zavod özü belədir. The next day. Bu gün BYD ilə sonuncu günümüzdür. Maşınımız burada bizi gözləyir. Gedirik artıq maşını təhvil verməyə. 5-ci gündür ki, biz BYD istifadə edirik. Razıyam, narazıyam. Bununla bağlı bir şey deyə bilməyəcəm. Çünki fikirlər fərqlidir, düşüncələr, istəklər, gözləntilər hamısı fərqlidir. Təbii ki, mən bir elektromobilistəm. Elektromobil sevgim var. Rahat yerləşək. Parkingdən çıxdıq. Təbii ki, yəni müsbətlər, mənfilər hər kəs üçün fərdi bir anlayışdır. Fərdi formada da dəyişə bilər. Mənim üçün xoş olan, yaxşı olan sizin üçün pis ola bilər. Mənim üçün pis olan sizin üçün yaxşı ola bilər. Birinci növbədə onu deyim ki, bu maşını test eləmək istəyirsinizsə və yaxud da seçimlər imkanını görmək istəyirsinizsə, BYD Abşeron mərkəzinə gedə bilərsiniz. Həm tam elektrikdir, həm plug-in hibriddir, yəni DMI platforma ilə də ona görə istədiyinizi rahat şəkildə seçə bilərsiniz. Mən bu maşını götürəndə 85 km səhv eləmirəmsə, yürüyüşü var idi. Hazırda 830 km yürüyüşdədir maşın. 750-760 km məsafə getmişəm. Bu müddət ərzində həm elektriklə sürmüşəm, həm benzinlə sürmüşəm. Benzinlə dediyim, yəni hibrid rejimdə də. Amma sizə onu deyim ki, hibrid rejimdə istifadəsi daha çox elektrikə güc verir. Deməli 643 km hazırki yanacağımızla hərəkət eləyə bilərik, çünki enerjimiz yoxdur, zarətqamız bitib. Mən həmin zarətqa bitdiyi dönəmdən də artıq maşını zarətqaya taxmamışam. Düzdür, bunu çənli bitirmək olmur. 5 gündür sürürəm, hələ yarıya çatıb. İndi BYD Abşerona gedirik, maşını qaytarım. Maşını qaytaranda da sizə digər seçimləri də göstərəcəm. Bunun tam elektrikli versiyasını da göstərəcəm. Beləliklə gəldik BYD Abşerona. Mən sizə belə göstərim. 850 km, təxmin olaraq 800 kilometrə yaxın məsafə sürmüşük. 604 kilometrdə bizim ümumi getməli olduğumuz məsafə qalıb. Ortalama normal sürüşlə 1500-1550 kilometr sürmək olar. İndi isə maşınımızı park eləyək burada. Maşını da tərk edirik, özü saxlasın. Burada kiməsə həvalə eləməyə artıq ehtiyac qalmır. Deməli, bu Yuanap modelidir. C-Line 6-dan bir balacadır. Bu
tam elektriklidir. Buradan da gördüyünüz kimi EV. Bu plug-in hibridin tam elektrikli versiyası da baxın buradadır. Videoya yaxşı baxış gəlsə, yaxşı bəyənmə və rəy olsa, tam elektriklini də yoxlayacağam sizlər üçün. Bunun da real məsafəsini baxarıq görək nə qədəri gedirsə. Hər şey demək olar ki, eynidir. Yeganə burada bir dənə yanacaq çənimiz yoxdur. Qalan salon və sair funksionallıqlar hamısı eynidir. İçəridə də salonda da müxtəlif rəngləri var. Deyən olsa yaxınlarsın BYD Abşeron mərkəzinə və bütün modellərin həm qiymətləri, həm kredit şərtləri, həm ilkin ödənişləri və sair hamısı ilə maraqlana bilər. Burada da stokun bir hissəsini sizə bu formata göstərim. Videomuz buraya qədər idi dostlar. Videonu izləyirsinizsə bəyənməyi, dostlarınızla bölüşməyi və kanala da abunə olmağı unutmayın. Növbəti videoda görüşərik.